Reklam qoşanda həmişə yaxşı nəticə verən postumuz get-gedə pis nəticə verir. Bu niyə belə olur? Deməli, mənim özümün istifadə etdiyi bir yöntəm var, belə deyək. Qısa izah eləyəcəm. O reklamdan necə daha çox nəticə almaq olar. Deməli, reklam kabinetinə daxil olandan sonra burada hədəf kütlələri var, görürsüz. Bunu seçirik. Daha sonra burada hədəf kütlə oluştur var. Mən türkcə deyirəm, bəzinizdə başqa dildə ola bilər. Deməli, biz burada özəl hədəf kütləni seçəcəyik. Deyək ki, Instagram profilini seçirik qaynaq olaraq və davam edirik. Əgər postu deyək ki, 6 ay bundan əvvəl paylaşmısınızsa, 1 ildə seçə bilərsiniz və 6 ayda seçə bilərsiniz. Bunun hər birini test edirsiniz. Hər iki hədəf kütləni yaradırıq. Buradan seçirik. Bu hesabda etkiləşimdə bulunanlar, yəni əlaqəyə keçənlər falan filan. Sonra artırırıq. Burada bu hesaba mesaj yazan insanlar. Bunu seçdik. Sonra yeni artırırıq. Hər hansı bir reklamı yaddaşa verənlər və s. Bunu seçirik. Sonra yeni artırırıq. Bu profili ziyarət edən şəxslər. Onu da seçirik və hədəf kütləmizə bir ad veririk. Tutaq ki, 1 ildə yazanlar və bunu yaddaşa salırıq. Bitdi edəndən sonra gedirik reklam qoşmağa. Deyək ki, reklamı yaradırıq. Mesaj reklamı seçdik. Burada işlərimizi gördük və həmən o yaratdığımız kütləni biz daxil edəcəyik. Target edərkən, baxın, bu hissə var ha. Biz bura toxunanda həmən o yaratdığımız kütlələr gələcək. Mən bundan əvvəl də yaratmışdım. Burada 2 dənə göstərir. Bura qoymuruq bunu. Bu bura aid deyil. Biz həmən kütləni xaric edirik. Yəni reklam, o 1 ildə bizə mesaj yazanlar, bizim səhifəyə daxil olanlar filan, o adamların qarşısına çıxmasını istəyirik. Bunun üçün biraz yuxarıdan, baxın, bu hissədən daha fazla seçinik. Burada deyir ki, bu özəl hədəf kütlələri xaric tut. Toxunuruq, avtomatik özü gələcək. Seçirik. Və salam. Bunlar xarici tutulacaq. Sonra targetinizi falan filan seçdiniz. Həmən o videonu siz yaxşı olar ki, həm də dark post kimi reklama qoyasınız. Təkcə eyni paylaşımı yox, dark post kimi reklamı yaratmaq lazımdır. Onu dediyim kimi 6 ayla eyni postu qoya bilərsiniz, daha sonra tərsinə. Yəni bu formada test edə daha çox nəticə ala bilərsiniz. Belə, səhifəmi izləməyi unutma ki, bu cür məlumatlardan faydalana biləsən.